Zəngilan bugün yalnız bərpa olunan şəhər deyil, həm də regional əməkdaşlığın yeni platformasına çevrilir. Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası dövlət komissiyasının 24-cü iclası da məhz burada keçirildi. İclas çərçivəsində tərəflər danışıqlar masası ilə bərabər həm də sahədə birgə layihələrlə tanış olublar. Nümayəndə heyəti Zəngilanın Ağalı kəndində həyata keçirilən Ağıllı kənd layihəsinə baxış keçirib. Müasir texnologiyaların tətbiq olunduğu yaşayış məntəqəsi Azərbaycanın post-münaqişə dövründə qurduğu yeni modelin nümayişi kimi təqdim olunub. Bu görüşün əsas mesajı isə budur. Bakı və Moskva iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Rəqəmlər də bunu təsdiqləyir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard dollara çatıb. Bu ilin ilk rübündə isə artıq 750 milyon dollarlıq ticarət qeydə alınıb. Kənd təsərrüfatı sahəsi əməkdaşlığın əsas sütunlarından biri olaraq qalır. Azərbaycan ötən il Rusiyaya 837 milyon dollar aqrar məhsul ixrac edib. İnvestisiya sahəsində də dinamika diqqət çəkir. Rusiya Azərbaycanın iqtisadiyyatına 10,7 milyard dollar sərmayə yatırıb. Azərbaycan investisiyalarının həcmi isə 1,2 milyard dollar təşkil edir. Bu kontekstdə tərəflər münasibətlərin strateji xətt üzrə inkişaf etdiyini xüsusi vurğulayıb. Biz Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabər hüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik. Əminik ki, münasibətlərimiz bundan sonra da 2022-ci il bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcəkdir. Bu kontekstdə Azərbaycan və Rusiya prezidentlərinin keçən il oktyabrın 9-da Düşənbədə görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib ki, bu görüş ikitərəfli əməkdaşlığın yeni səhifəsini açıb və onun inkişafının gələcək prioritetlərini müəyyənləşdirib. Əməkdaşlığın əsas istiqamətlərindən biri isə nəqliyyat logistika sahəsidir. Xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi tərəflərin diqqət mərkəzindədir. Bu marşrut artıq özünü praktikada doğruldub. 2026-cı ilin ilk aylarında tranzit daşımalar 23% artıb. Dəmir yolu daşımalarında artım 61%, avtomobil daşımalarında isə 13% təşkil edib. Bu isə dəhlizin getdikcə daha böyük iqtisadi çəkiyə malik olduğunu göstərir. Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlərin də 75%-i tamamlanıb. Bu xətt gələcəkdə Zəngəzur dəhlizinin əsas komponentlərindən biri olacaq. Regionda yeni logistika imkanlarının açılması artıq real nəticələr verir. Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana 26 min tona yaxın yük daşınıb. Rəqəmsallaşma da diqqətdən kənarda deyil. Tərəflər elektron əmtə nəqliyyat qaiməsi sistemi üzrə yol xəritəsi imzalayaraq yükdaşımaların daha şəffaf və sürətli təşkilini hədəfləyir. Avrasiyada nəqliyyat əlaqələrinin gücləndirilməsi, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq prioritet istiqamət olaraq qalır. Hazırda bu marşrut üzrə yeni əlavə dəyər zəncirləri formalaşır. Dəhlizin qərb marşrutunun inkişafı və əvvəl əldə olunmuş razılaşmaların icrası isə xüsusi diqqət mərkəzində saxlanılır. Perspektiv layihələr də gündəmdədir. Xəzərdə kruiz daşımalarının təşkili, turizm axınının artırılması və yeni marşrutların açılması müzakirə olunur. Artıq bu sahədə ilkin nəticələr də var. Təkcə ötən yay Bakıdakı Sibris kurortu 100 mindən çox turist qəbul edib və onların böyük hissəsini Rusiya vətəndaşları təşkil edib. Humanitar əməkdaşlıqda diqqət çəkən məqamlardandır. Azərbaycan İrandan Rusiya vətəndaşlarının təxliyəsində mühüm rol oynayıb və bu Moskva tərəfindən yüksək qiymətləndirilib. Zəngilandan verilən mesaj isə dəyişmir. Azərbaycan və Rusiya münasibətləri təkcə siyasi bəyanatlarla deyil, konkret layihələr, real rəqəmlər və artan iqtisadi inteqrasiya ilə möhkəmlənir. Bu əməkdaşlıq isə regionun gələcək nəqliyyat xəritəsini və iqtisadi balansını müəyyən edən əsas faktorlardan biri olaraq qalır.